Paşam gel gel, paşam gel gel, paşam gel gel, paşam gel gel. Ölmemişem salam gel gel, salam gel gel, salam gel gel. Yerli gel salam gel gel, salam gel gel, salam gel gel. Azərbaycanın böyük xanəndəsi Baba Mahmudoğlu'na həsr olunmuş veriliş. Cəngi Koroğlu səslənir. 100 ildən artıq yaşı olan qəhrəmanlıq nəğməmiz. Və səsləndirən də cəngavər müğənnilərimizdən olan bu cür mahnıları, bu cür qəhrəmanlıq havalarını oxumağa haqqı olan Sahib İbrahimov. Ora toplaşanlar musiqidən başı çıxan insanlardır. Böyük sənətkarlar bu sahənin biliciləridir. Və ürəkdən alqışlayırlar Sahib İbrahimovu. Çünki həsrətini çəkiblər əsl sənətin. Səviyyəsiz ifaçıların, səviyyəsiz mahnıların efirləri doldurduğu bir zamanda bu cür sənət incisini dinləmək xoşbəxtliyini yaşayırlar. Opera teatrının baş rejissoru Hafiz Quliyev, Abbasqulu Nəcəfzadə, böyük müğənnimiz Sabir Əliyev və Sahib İbrahimovun ustadı, böyük xanəndə Canəli Əkbərov. Mahnının əvvəlindən axırına kimi alqışlayırlar. Çünki bilirlər ki, böyük bir sənət əsərinin yaranmasına şahidlik edirlər. Cəngi Koroğlu 100 illərlə Azərbaycanda yaşayacaq və heyranlıqla dinləniləcək bir mahnı. Sahib İbrahimov sözdə deyil, əməldə vətənə bağlı, vətənini sevən bir insandır. Və vətən üçün əlində olan hər şeydən imtina etməyə hazır olduğunu sübut edən bir insandır. Böyük çətinliklər yaşayıb. Böyük əzablardan, əziyyətlərdən keçib. Uşaq yaşlarından ailənin yükünü götürüb çiyninə. Toylarda oxuyub, səsini batırıblar, namərdliklər eləyiblər. Sənət dünyasında həm respublika səviyyəsində, həm rayonlarımızda bu cür naqis davranışlar kifayət qədər yayılıb. Sonradan böyük çətinliklə Asef Zeynallı adına musiqi məktəbinə daxil oldu. Bu məktəbə girməyin nə qədər çətin olduğunu böyük sənətkarlar da etiraf ediblər. Özü qəbul olub Asef Zeynallı adına musiqi məktəbinə. Və birdən-birə ikinci kursda hər şeyi atıb və vətəni qorumağa gedib. 1993-cü il. Azərbaycan ordusunun artıq hücumları dayandırılmışdı. Qazaxda da vəziyyət çox ağır idi. Qazaxın da qorunmasına çox böyük ehtiyac var idi və bunu nəzərə alan Sahib İbrahimov hər şeyi atıb könüllü şəkildə ordu sıralarına getdi və düz 3 il ön cəbhədə oldu. Qışın şaxtasında, qarda, boranda Qazaxın Babakər və Odundağ zirvələrində torpaqlarımızı qorudu.
dəniz səviyyəsindən təqribən 1000 metrə yaxın yüksəkdə olan Babəkər və Odun dağda. Yenicə ailə qurmuşdu. Məktəb yoldaşı Lalə xanımla evlənmişdi. Və o da analıq məzuniyyətinə çıxıb rayona gəlmişdi. Lalə xanım da o vəziyyətdə qoca ata-anasının, nənəsinin yanında qoyub orduya getdi, cəbhəyə getdi. Baxmayaraq ki, çox böyük istedadı olduğu, səsinin gözəlliyi, böyük səs imkanları mütəxəssislər tərəfindən, sənətdən başı çıxanlar tərəfindən yüksək qiymətləndirilirdi. Baxmayaraq ki, bu addımı atmaqla həm də sənətini böyük təhlükə altında qoyurdu. Baxmayaraq ki, çox sevdiyi ailəsini və Lalə xanımı çox ağır yük altında qoyub, çox çətin vəziyyətdə qoyub cəbhəyə gedirdi. Ancaq getdi. Çünki ondan ötürü vətənpərvərlik, vətənə bağlılıq təkcə söz söyləməkdən ibarət deyildi. Sahib İbrahimov əməlləri ilə göstərirdi ki, vətənini, torpağını, xalqını nə qədər sevir. Lalə xanımın ötürü çox ağır günlər başladı. Analıq məzuniyyətinin son ayları, ilk övladlarını gözləyirlər. Qazaxda və digər rayonlarda işıq kəsilib, nadir hallarda işıq verilir, evi isitmək qeyri-mümkündür. Əvvəlcədən heç bir hazırlıq görülməyib, heç olmasa odun tədarük olunmuyub. Digər tərəfdən çörək almaq üçün uzun növbələrə durmaq lazımdır. Cəbhədən gələn narahat xəbərlər, yaşlı valideynlər, onların qulluğunda durmaq, bütün bu yük, bütün bu problemlər Lalə xanımın üzərinə düşdü. Çox çətin idi. Dözülməz dərəcədə çətin idi. Komandirlər içərisində, əskər yoldaşları içərisində çox böyük hörməti vardı sahibinin. Çünki dürüst idi, çünki halal idi, çünki səmimi idi və arabir oxuduğu mahnılar niskilli əskər yoldaşlarının da köməyinə çatırdı. Eyni dərdi, eyni ağrını yaşayırdılar. Doğmalarının həsrətini çəkirdilər. Və sahibin mahnıları onlara az da olsa təskinlik verirdi. Ayrı düşdük, aylar ötdü, il oldu. Qəlbim sənsiz bir çağlayan sel oldu. Bağça saldım, çiçək açdı, gül oldu. Ne üçün səni bəs onu da bilmirəm. Deyirlər ki, yoxdur saf eşq, məhəbbət. Bir-birinə olan qız iradə. Deyirlər ki, yoxdur saf eşq, məhəbbət. Bir-birinə olan qız iradə. Doğurdan yoxsa əgər məhəbbət, nə üçün səni mən unuda bilmirəm, nə üçün səni mən unuda bilmirəm, unuda bilmirəm. Nə üçün səni mən unuda bilmirəm, nə üçün səni mən unuda bilmirəm, unuda bilmirəm. Ay yar, unuda bilmirəm. İlk övladları Ofeliya 2 avqust 1993-cü ildə dünyaya gəldi.
ön cəbhəyə getmə imkanı olanlardan xahiş elədi ki, sahib haqqında bir xəbər öyrənsin və ona çatdırsınlar ki, qızı olub. Ofeliya doğulub. Çatdırdılar. Qızın doğulub dedilər. Və yalnız bundan sonra sahib komandirdən icazə alıb evinə, ailəsinə yeni doğulmuş körpəsini görmək üçün gələ bildi. Onu əziz demək imkan əldə elədi. Uzun müddət qala bilmədi və yenidən qayıtdı. Çox ağır günlərini və ateş demək olar ki, dayanmırdı. Atışmalarda azacıq fasilə yarananda, erməni silahları susanda yoldaşları yığışırdılar sahibin başına və xahiş edirdilər ki, oxusun. O da oxuyurdu. Həsrət çəkən yoldaşlar üçün oxuyurdu, həm də özünün ürəyindəki ağrıları, özünün həsrətini dilə gətirirdi. Kılıyor zülfü perişanını görecek, köl başılır zülfü perişanını görecek, bitkim tutulur Göyçey xəndanını görecek. Çalay sahib. Baxdıqca sənə qan saçılır deydələrimdən. Baxdıqca sənə qan saçılır deydələrimdən. Bağrım dəlinir, navə kimi canı görəcək. Aman ayda Və bir gün sahibin oxumağını komandirlərdən biri eşitdi. Çağırdı onu yanına. Əskər, sən kimsən, dedi. Mən əskər Sahib İbrahimovum. Oxuduğunu eşitdim. Xanəndəsən? Xanəndəyəm, dedi. Başqa bir anlığa nə deyəcəyini də bilmədi. Təbiidir ki, indi soruşanda o qədər cəsarətlə demir. Mən xanəndəyəm demir. Baxmayaraq ki, Azərbaycanın son illərdə yetişdirdiyi ən gözəl səsli ifaçılarındandır Sahib İbrahimov. Ancaq həmişə təvəzzökar olub, özünün sənətinə layiq olduğu qiyməti çox verməyib. Bəlkə də indi soruşsalar, mən xanəndəyəm deməz. Xanəndə Hacı Baba Hüseynovdur deyər, Ağxan Abdullayevdir deyər, Mütəllimovdur deyər, Canəli Əkbərovdur deyər, Xan Şüşinskidir deyər, Ağbaba Novruzovdur deyər. Xanəndə onlardır. Ancaq onda polkovnikə xanəndəyəm dedi. Asəf Zeynallı adına musiqi məktəbinin 2-ci kursunda oxuyurdum. Qazaxda vəziyyət ağırlaşdı və mən də könüllü olaraq cəbhəyə gəldim. Polkovnik baxır ona, dərindən bir ah çəkir, deyir ki, burada hava soyuq, şaxta, boran, sənin səsinə ziyan olaraq gözəl səsin var, dinlədim. Sənin səsin bu vətən üçün lazımdır axı, deyir. Sahib də birbaşa cavab verir.
həmişə olduğu kimi. Səsim də deyir, canım da bu vətənə qurban olsun. Polkovnik bir də köksünü ötürür. Ailəsi barədə soruşur. Yenicə evlənmişdim. Həyat yoldaşım, atam, anam, bir də nənəm qalıb kəndimizdə deyir. Ayrılırlar. Ayrılırlar və bir neçə gündən sonra sahib onu kövrəldən, gözlərini yaşardan bir hadisəni eşidir. Hadisəni necə olduğunu Lalə xanım danışır. Havalar soyuq, qışın şaxtalı günləri, evi istimək imkanımız yox, odun tapmaqda çətinlik çəkirik, çörək almaq başqa bir problemdir və çox vaxt sahibin yaşlı ata-anası gedib uzun müddət növbədə durandan sonra evə çörək alıb gətirir. Bu günlərin birində evin qarşısında bir böyük maşın dayanır. Bura sahibin mi evidir? Soruşurlar. Sahibin evidir. Açırlar qapını, maşını sürürlər həyətə və maşının içindəki odunları, bir maşın odunu həyətə boşaldırlar. Komandir göndərdi deyirlər. Və bundan sonra hər gün sizə 2 çörək də veriləcək. Bu hadisəni danışanda, o gün keçirdiyi hissləri dilə gətirəndə Lalə xanım ağladı, özü də ağladı, məni də ağlatdı. Ağır vəziyyətdə olan ailə, ev soyuq, çörək almaq hər gün bir başqa problem və ümidin kəsildiyi məqamda birdən-birə bir insan ortaya çıxır və bu problemləri həll eləyir. Həm qışı yola vermək üçün odun gətirir, həm də deyir ki, hər gün sizə 2 çörək veriləcək. Əbülfəzdir o polkovnikin adı. Familiyası çox təəssüf ki, yaddan çıxıb. Əbülfəz, polkovnik Əbülfəz. Sonradan sahibin ikinci övladı Yusif'də doğulur 1995-ci ildə. 1996-cı ilin yanvarında Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Sahib İbrahimov ordudan buraxılır. Yenidən Bakıya gəlir. Asif Zeynallah adına musiqi məktəbinin 3-cü kursuna bərpa olunur. Rəşid Behbudov adına mahnı teatrında işə düzəlir və ilk dəfə 1996-cı il martın 21-də böyük Heydər Əliyev qarşısında peşəkar müğənni kimi çıxış eləyir. Ələkbər Tağıyevin Xızı Dağları mahnısını oxuyur. Mahnı teatrında işləyir, sonra Muğam teatrında işə qəbul olunur. Polkovnik Əbülfəzi axtarır. Deyirlər ki, başqa hərbi hissəyə göndərdilər onu. Ondan sonra da deyəsən ordudan tərxis olundu. Nə qədər axtarırsa tapa bilmir bu böyük insanı. Və günlərin biri zəng gəlir Sahib İbrahimov. Zəng eləyən soruşur ki, sənin belə bir komandirin olubmu? Sənə döyüş bölgəsində, Qazaxda qulaq asan, sənə dəyər verən, səni qiymətləndirən bir polkovniki tanıyırsanmı? Olubmu belə bir komandirin? Sahib cavab verir ki, o dediğiniz insan
təkcə mənim üçün komandir deyil. O mənim üçün insanlığın, alicənablığın, böyüklüyün rəmzidir və mən onu heç vaxt unutmamışam. Uzun müddətdir də axtarıram, təəssüf ki, tapa bilmirəm. Zəng eləyən cavab verir ki, həmin komandir mənəm. Sahibin dili tutulur. Bir müddət danışa bilmir. Bir təhər özünü ələ alıb, bir daha təşəkkürünü bildirir ona. Ən çətin vaxtda siz mənə dayaq oldunuz. Ən çətin vaxtda siz mənim ailəmi çox böyük çətinliklərdən qurtardınız. Mən həmişə sizə minnətdaram. Ölənə qədər. Bu mənim borcumdur, deyir komandir. Bu mənim bir zabit kimi borcum idi və mən öz borcumu yerinə yetirdim. Danışırlar, söhbətləşirlər və bir müddətdən sonra Polkovnik Əbülfəz onu oğlunun toyuna dəvət edir. Sevincək toya gedir sahib İbrahimov. Polkovniklə görüşür, qucaqlaşırlar. Bir də xatırlayırlar o günləri. Polkovnik, mən o vaxtdan bilirdim ki, sənin böyük gələcəyin var, deyir. Və sevinirəm ki, sən artıq Respublikada tanınan dəyərli müğənnilərdən birisən. Orada sahib İbrahimov həm bu əfsanəvi polkovnik üçün, həm də ora toplaşanlar üçün Qarabağ şikəstəsi oxuyur. Birinci Qarabağ müharibəsinin döyüşçüsü Qazi sahib İbrahimov Qarabağ şikəstəsi oxuyur. Şair bülbül kimi ilhamla yaşa, ürək sözlərimi qoş Qarabağda. Şuşa deyir cənnətdir anam, qurban ağdam tamaşa, baxıb gözəlliyinə coş Qarabağda. Açıb ürəyi məhəbbət bağla, olsan bir gözələ tuş Qarabağda. Hey buradayım, pərvazlar baram qurban, Cabbarın səsi. Kələndə muğamın xoş təranəsi, göydə qara saxlayar quş Qarabağda. Sağ ol, işəmədim.
yaşayaydım kaş Şuşada, Qarabağda Köllü keçir Qarabağdan Gel bu dağdan, gel o dağdan Akşam üstü koy uzaqdan Akşam üstü koy uzaqdan Havalansın o yaşam mənim Hanəminin gözəl səsi Ay Qarabağ şikayət Birinci Qarabağ müharibəsinin qazisi Sahib İbrahimovun ordudan tərxis olunmasından 30 ilə yaxın vaxt keçir. Həmin ağır illərdə doğulan Ofeliya artıq Xarici Dillər Universitetinin İngilis Dili Fakültəsini bitirib və Neft Akademiyası nəzdində kollecin müəllimi kimi çalışır. Sahib İbrahimovun ikinci övladı Yusif Manchester Universitetində təhsil alıb, Azərbaycanın ən nüfuzlu banklarının birində kompüter mütəxəssisi kimi çalışır. Sahib İbrahimovun hərbi xidmətdə olduğu illərdə çox böyük əziyyətlər çəkən, fədakarlığı ilə, böyüklüyü ilə xanımlara, qızlara nümunə ola biləcək Lalə xanım Elmlər Akademiyasının Kimya İnstitutunda işləyir, fəaliyyətini davam etdirir. Hərbi xidmətdən tərxis olunduqdan sonra da çox əzablı yollar keçən, öz gücünə hər şeyə nail olmağa çalışan Sahib İbrahimov xeyli gözəl mahnılar yazdırıb. Azərbaycanın ən populyar, ən dəyərli müğənnilərindən biridir. Həm də müəllim kimi fəaliyyət göstərir, Bülbül adına musiqi məktəbində uşaqlara öz peşəsinin sirlərini öyrədir. Çox təəssüf ki, Polkovnik Əbülfəz barədə heç bir məlumat əldə edə bilmədik. Sahib müəllim dedi ki, onun nömrəsi yazılan telefonum sonradan çaya düşdü və nömrəsini itirdim. Əlaqə saxlaya bilmədim. Xahiş elədi ki, biz Polkovnik Əbülfəzə müraciət eləyək. Səsimizə səs versin. İnşallah yəqin ki, yaşayır. Ordudan tərxis olunduqdan sonra ötən 30 il ərzində Sahib İbrahimov
böyük çətinliklər bahasına olsa da çox böyük uğurlara imza attı. Azərbaycanın ən gözəl mahnı ifaçılarından biri olduğunu sübut elədi. Son dərəcə dəyərli əsərlər ortaya qoydu. Və Azərbaycan prezidentinin 2025-ci ili konstitusiya və suverenlik ili elan etməsindən sonra bənzərsiz bir əsər yaratdı. Azərbaycanın suverenliyinin təmin olunmasına həsr olunmuş ən dəyərli sənət əsəridir. Sahib İbrahimovun oxuduğu Misri Koroğlu. Bayrağımız qayıtdı deyir. İşğaldan azad olunmuş rayonlara dövlət bayrağımızın qayıtmasının müjdəsini verir Sahib İbrahimov. Xalqımızı bugün nail olduğumuz uğurların, qələbələrin qədrini bilməyə çağırır. Və bunu söyləməyə Sahib İbrahimovun haqqı var. Çünki vətənin ən ağır günlərində gizlənməyib Sahib İbrahimov. Könüllü şəkildə vətəni qorumağa gedib və 3 il Babəkər və Odundağda erməni işğalçıları qarşısında dayanıb.
Qarabağa bayrağımız qayıtdı ay haray qadan alını Qarabağa Azərbaycan candır Qovuşdurana çox şükür ki, Amin. biz artıq Qarabağımızdayıq, bütöv Azərbaycan olmuşuq, qüdrətli, müzəffər Azərbaycan olmuşuq. Öyrənirlə. Əlbəttə. Onu oxumaq, o can qoymaq, o musiqidə. Mən bir daha bir qazi olaraq, bir veteran olaraq Cənab Ali Başkomandanımıza, bu tarixi bizə yaşadan Cənab Ali Başkomandanımıza, müzəffər ordumuza, həmişə cənnət məkan olacaq mənim şəhid qardaşlarıma, qazilərimizə, döyüşən oğullarımıza, 1-ci Qarabağ, 2-ci Qarabağ döyüşlərində olan bütün şəhidlərimizə mən bu qəhrəmanlıq havası olan Misri Koroğlunu olan ruhuna ithaf edirəm. Verilişi çəkmək üçün studiyaya girməzdən əvvəl çox sevdiyim, dəyərli qardaşım Sahib İbrahimovla əlaqə saxladım. Məni toya dəvət ediblər dedi. Artıq yola çıxıram. Çox sevindim. Sevindim ki, Azərbaycanda hələ də böyük sənətə, sənətkara, böyük insanlara dəyər verən şəxsiyyətlər qalıb. Azərbaycan təkcə ucuz mahnıları dinləyənlərdən, ucuz dırnaq arası müğənniləri məclislərə dəvət edənlərdən ibarət deyil. Azərbaycanda kifayət qədər ağıllı, müdrik, səviyyəli, savadlı insanlar var. Bu insanlar Sahib İbrahimov kimi istedadlı müğənnilərin digər dırnaq arası populyar oxuyanlardan fərqini yaxşı başa düşürlər. Və o insanlar dəyər verirlər əsl sənətkarlara. O insanlar yaşadırlar əsl sənətkarlara. O insanlar imkan verirlər ki, Sahib İbrahimov kimi istedadlar ümidlərini itirməsinlər, yaradıcılıq şövqlərini, həvəslərini itirməsinlər və Azərbaycanda 100 illərlə yaşayacaq gözəl sənət əsərləri yaratsınlar. Hələ də Azərbaycanda bu cür dəyərli insanlar varsa, deməli, ümidimizi üzməməliyik, sabaha olan inamımızı itirməməliyik. Əgər sənətə, sənətkara dəyər verən dəyərli insanlar qalıbsa, deməli bizim də səhvlərimizdən nəticə çıxartmağa, yanlışlardan xilas olmağa hələ də şansımız qalıb.